bina təmir olunmur. Bura nə gələn var, nə gedən var. Hamının evinə su dolur. Həm də ki, təhlükəli vəziyyətdədir. Burada nə etmişiksə özümüz etmişik. Sizdə təmin nəzərdə tutulmayıb. Paytaxtın Xətai rayonu Seyid Əzim Şirvani 10 ünvanındakı bina uzun illər təmir olunmur. Bəli, bina sakinləri bu fikirdədir. Ətrafdakı digər binaların təmir olunub. Bu binanın təmir olunmaması isə sakinlərin şikayəti, narazılığını biraz da artırır. Bu neçənci ilin binasıdır? Var da 73 ya 75-dir belə. Nə təmir olunur, nə baxan var, nə gəlib bundan maraqlanan var. Heç kəs maraqlanmır, heç kəs. 81-ci ildə yaşayıram burada. Bu bina hələ 81-ci ildən bura remont olmuyor. Burada nə etmişiksə özümüz etmişik. Başqa bura JEK tərəfindən əl vurulmuyor. Bu bina remonta mütləq lazımdır. İndi də bizə qladovkalar zatları söktürdülər. Dedilər hamısı bura remont olacaq. İndi gəliblər ki olmayacaq. Bu qladovkaları niyə söktürürlər bizə? Çevrədəki bütün binalar təmir olunur, amma baxmayaraq ki, bizim bina yol qırağıdır, həm estetik gözəlliyi pozulur, həm də ki, təhlükəli vəziyyətdədir. Beton piltələr qopur tökülür. Adamların üstünə, uşaqların üstünə. Yağış yağanda liftə qədər su dolur. Sağ-sol bütün binalar təmir olunursa, niyə bizim bina təmir olunmur? Sonra təmir olacaq 12, Şirvani 12 və 14. Necə ola bilər? Onlar təmir olur və biz müraciət eləmişik, məktub yazdıq. Gəldilər, baxdılar, birinci heç demədilər. Sonra getdilər zənglə, bildirdilər ki, zənglər. Bəs yox, təmir olunmayacaq. Bu, yəni sizdə təmir nəzərdə tutulmayıb, planda yoxdur. Küləkli yağış yağanda bütün burada mənzillərdə hamının evinə su dolur. Biz də qonşular adından hamımız məktub yazdıq. Bakı şəhər icra hakimiyyətinə bir çox lazım olan qurulmalara yazdıq və nümayəndə gəldi, JEK-in müdiri gəldi, Bakı şəhər icra hakimiyyətindən gəldi. Yazıb divarlara vurublar ki, kimin nəyi varsa bloklarda, liftin yanında sökün şkaflarınızı, işə başlayırıq 2-3 gün ərzində. Elə bunu dedilər, artıq neçə gündür ki, bəlkə də o 2 həftədən artıq gəlib çıxmadılar. Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirildi ki, son illər rayon ərazisində bir çox binalar təmir olunur və bu proses davam etməkdədir. Qeyd olunan Seyid Əzim Şirvani 10 ünvanındakı çoxmənzilli yaşayış binası da gələcəkdə təmir olunacaq binalar sırasındadır.